Gel görək. Bismillah. Bayaqları mövzuya kənardan baxırdımsa, indi daxildən baxıram. Deməli, bu günləri bizim suallarımız var və onu cavablamaq lazımdır. Əsas sual mövzu burada müzakirə şeydən, yəni mübahisəlik deyil. Sadəcə maraqlıdır ki, biz protein alanda hansı firmalardan istifadə etməliyik və necə güvənməliyik? Mövzular bunlardır. İndi bir də ki, bu mövzuların yanında qiymət məsələsi var. Kimin Fiyat cibinə, performans. kimin cibinə uyğundur, kimin cibinə uyğun deyil. Yəni məntiqi olaraq bir dənə götürsək ki, Amerikadan gələn məhsul uzaqdan gəlir deyə bahalı olur, amma Türkiyədən gələn məhsul ucuz olur. Belə qiymət ölkənin daxilində nədirsə həmin qiymətdir ölkəyə görə. Bazar iqtisadiyyatına. Hə, bazar iqtisadiyyatına görə bəli, siz çox gözəl təsdiqlədin. İndi sualım budur. Aha. Biz brend məhsullar, yəni Almaniya, Amerika istehsalı olan, yoxsa qeyri-brend, hələ ki brendləşməmiş, hələ yeni Qlobala açılmamış. qlobala açılmamış və yaxud da çıxıbsa da hələ o qədər güclü tanınmamış firmalardan olan, əsasən də Türkiyədən, Trendyoldan gətizdirdiyimiz, Gətizdirdikləri biz gətizdirmirik. mən özüm gətizdirmişəm, öz adıma danışım, özüm içmişəm. Yəni ziyanını görməmişəm, 1 il yarımdır istifadə edirəm. Aha. Gətirib də istifadə etdiyim, ucuz qiymətə aldığım proteinlərin keyfiyyətinə necə əmin ola bilərəm da, o təmizdir falan. Düzü mən özüm araşdırmışam yüngülləri, siz araşdıra bilərsiniz. Süni intellektdə onsuz da internetdə qoyulan məlumatlar verilir. Bir də var özünüz araşdırasınız, o daha məsləhətə uyğundur. Aha. Elmli şəxslərdən soracağız. Elmli şəxslərdən, hə, Türkiyədə araşdırma videoları var. İstəsəz onları da YouTube-dan əldə edə bilərsiniz, baxa bilərsiniz. Pulum var, bahalı alıram. Ha, pulum yoxdur, cibimə uyğun deyil. Toyuq əti almağa 8 manatım yoxdur, amma protein almaq istəyirəm. O da 40 manata 1 kilo. İndi onun keyfiyyətinə nə tərəm? Yəni indi mən ətraflı şəkildə sənin bütün bu suallarına cavab verim. Elə bir bazar iqtisadiyyatı qurulub ki, artıq müəyyən qurumlarda, müəyyən yerlərdə, müəyyən zallarda hər kəs müəyyən firmalarla faizlə, nisbətdə işləyir. Ki buna görə də hərəsinin öz fikri olur. Hər müəllimin, hər trenerin, hər diyetoloqun, hərəsinin özünün bir fikri var. Biz heç kimin fikrinə belə deyək, fikrinə görə mübahisə etməyəcəyik, nə də belə bir fikrimiz yoxdur. Biz öz fikirlərimizi deyəcəyik, araşdırmalarımıza uyğun fikirlərimizi deyəcəyik. Mən belə deyim, mən artıq 15 ildir, 16 ildir ki, supplementlar qəbul edirəm. Yəni istəsək də istəməsək uşaqlığımızdan bu yana qəbul edirik, amma 13-14 yaşımızdan bu yana belə deyək, idmanla əlaqəli xüsusi idman qidalarından istifadə edirik. Biz necə istifadə edirik? Öncəliklə istifadə etdiyimiz firmanı araşdırmalıyıq. Necə araşdırmalıyıq? Bu araşdırmaları laboratoriya şəraitində aparılan araşdırmalara baxmalıyıq. Proteinlər alarkən, protein məhsulları alarkən onların tərkibində olan aminospiking gedir də, belə deyək ingiliscəsində adı. Bunun olub-olmamasına nəzarət edirik. Biz Türkiyədən, Amerikadan, Polşadan, Almaniyadan, yəni bir çox yerlərdən belə deyək, protein məhsulları ala bilirik. Ancaq bu imkanımıza görə dəyişir. Necə? Məsələn, bu işin babalarından olan Optimum Nutrition var ki, dünyada ən çox bəyənilən whey firmasıdır. Sadəcə whey deməyək də, protein firmasıdır, gözəl nutrition firmasıdır, Ultimate Nutrition, Wayder və s. kimi, Alim kimi gözəl firmalar var. Ancaq bir çoxumuzun belə deyək, imkanı çatmadığına görə bunları ala bilmirik. Necə? Günü bu gün sən tələbəsən, o işləyir, bu işləmir və yaxud da imkanı zəifdir və yaxud da Onsuz yemək də ala bilmirsən. Bəli, biz müəyyən qədər bunlara nəzarət etməliyik. Necə? Misal üçün, günü bu gün sən əgər bayaq dediyin kimi 8 manat verib, 9 manat verib toyuq sinəsi ala bilmirsənsə, yəni biz deməyək, belə deyək, məcburi şəraitdə artıq biz 30-40 manat verib ən azından bizi 1 ay, 2 ay kimi apara biləcək whey firmalarına üstünlük göstərir. Toyuq ətinə də 4 manat verim, dəhtiyarı biri var 200 manat üstümə otura, biri var 100 manat olur. Məsələ budur ki, Türkiyədə olan firmalar var ki, məsələn, Protein Ocean olsun, Run Nutrition olsun və s. kimi indi çox firmanın adını çəkməyəcəm. Bunlara güvənə bilərikmi, yoxsa güvənə bilmərikmi? Bu suala cavab verəsi olarıqsa, biz bu vaxt həmin vaxt baxırıq araşdırmalara. Araşdırmalar Kərimin üstündə aparılıbdır. 26 ay istifadə edir. Kərimin üzərində olan araşdırmalara, bu bizim şəxsi araşdırmamızdır. Belə deməyək. Biz laboratoriyada aparılan araşdırmalara baxarsaq əgər, məsələn, Protein Ocean firması Türkiyədəki Hardline firması kimi
tam köklü də olmasa, yeni bir firma belə olsa, onun tərkibinə baxdıqda görürük ki, burada amino spiking yoxdur. Belə deyək, veyindən, kreatindən və s. kimi supplementlarla istifadə edə bilərik. Çünki bizə dostudur. Yalançı qatqaları. Bəli, bəli. Yəni bizə lazım olan amino tərkiblər əsasən var. Yəni ən azından özüm istifadə eləmişəm deyə və 200 kilonu qaldıra bildiyimə görə hər adam da yəni protein qəbul etmədən qısa müddətə belə çəkilərə çox yəni genetik gələn gücü oladı onda. Girə bilmir. Mən isə uşaqlıqdan yəni bədən cəhətdən çox güclü olmamışam. Dözümlü olmuşam amma güc cəhətdən həmişə zəif olmuşam. İdman eləmədiyim təqdirdə mən daha da zəifəm. Protein Ocean firması nəyə görə məsləhət görür? Çünki fiyat performans söhbəti var. Məsələn, günü bu gün veylər var ki, məsələn 400 qramlıq 16 porsiyalıq Optimum Nutrition'ın da var. Ultimate Nutrition'da var, Vader'in də var, Protein Ocean'da var və digər firmaların hamısında var. Ancaq buradakı qiymətlərə baxarıqsa əgər, Protein Ocean firmasının olan qiyməti ilə digər qiymətlər üst-üstə düşmür. Digər firmaların qiymətləri nəyə görə? Öncəliklə daha uzaq məsafədən bizə gələnlərdən başlayaq. Misal üçün deyək, Optimum Nutrition, Ultimate Nutrition və Vader firması kimi ki, bunlar artıq belə deyək, bizim işimizdə yəni çox böyük markalardılar. Bu markaların əsasən qiymətin baha olmağı həm bizdən çox uzaq ölkələrdən, məsələn Amerikadan və ya Dubaydan gəlməyinə görədir və belə deyək, bu firmanın artıq Dubaydan da gələndə zaten eynidir. Bəli, bu dəqiqə Bakıda məsələn satılan Optimum Nutrition'ın veyləridir, kreatinlərdir hamısı bir çoxu artıq Dubaydan gəlir. Yəni orada da firma zavodları var. Nəysə, bunların həm qiymətin çox olmağı bizə daha uzaq məsafədən gəlməyinə görədir. Həm də ki, fiyat performans odaqlı işlərinə görədir ki, məsələn, bunlar artıq bir brenddir. İndi məsələ nədir? Məsələ budur ki, biz əgər gücümüz çatmırsa vey almağa və yaxud da o dediyimiz kimi döş ətidir, müəyyən məsələn qırmızı ətlərdir, balıqdır və s. bunları lazım olan qədər qəbul edə biliriksə, bizə bu köməkçi supplementlara ehtiyacımız yoxdur. Biz keçən videomuzda nətər demişdik? İşimizin əsas böyük qismi yuxu, evdə təmiz qidalanma və idmandır. Əgər bunları doğru düzgün yerinə yetirə bilmiriksə, qidalanmamızı doğru edə bilmiriksə, bu vaxt supplementlardan istifadə edirik. İndi məsələ də budur ki, əgər sən Protein Ocean firmasını ala bilirsənsə və araşdırmana uyğun olaraq, məsələn, amino spiking yoxdursa və yaxud da digər zərərli maddələr, zərərli dadlandırıcılar yoxdursa, niyə də istifadə etməyəsən? Ki, əgər biz Vader'dən və yaxud da Optimum Nutrition'dan danışırıqsa, sənin imkanın çatırsa ki, son dövrdə 1 kilo 600 qramlıq Optimum Nutrition'ın veyləri səhv etmirəmsə 160-170 manatdır. 1 kilosu, 1 kilo yarımı. Ola bilər. Yəni daha aşağı, daha yuxarı ola bilər, amma belə deyim, 150 manatdan aşağısı yoxdur. Sənin imkanın çatırsa, niyə də almayasan? Əgər imkanın niyə də almayım da qardaş? Niyə almayım? Bax. Yəni əgər imkanın çatmırsa, niyə də Protein Ocean və yaxud da digər firmalardan istifadə etməyəsən ki, hansısa bir firmaya göz ucu baxmaqla onu almağın məsləhət deyil. Araşdırma aparırsan, laboratoriya araşdırmalarına baxırsan, ondan sonra istifadə edən insanların nə tər zərər gördüyünü və yaxud da görmədiyini baxa bilərsən, öyrənə bilərsən və bununlaca yanaşmanı doğru şəkildə edə bilərsən. Zərər cəhətdən belə deyim, internetdə yəni rastıma çıxmayıb sırf proteindən zədə alan, zərərlənən, zəhərlənən insan adında, yəni dozan keçməyən bir insandan gəlir söhbət. Gedib mən 5 qaşıq töküb içəndən sonra da zərərlənən 50 qram kreatin qəbul edənlər var. Hə da, yəni Subhanallah. Yəni normal dozaları qəbul etdikdə mən internetdə şəxsən hansısa bir fanatik olsun, Reddit istifadəçilər olsun, paylaşımların hamısını mən xəstəyəm, araşdırıram belə şeyləri. Elə də olmalıdır. Hə, mən görməmişəm pisliyi. Hə, mərdivan altı deyilən bir söz var ki, tərkibi sənə təsiri yoxdur anlamında paylaşımlar var, amma sırf zərər aldım, böyrəyim atqaz elədi, qaraciyərim çıxdı göyün təpəsinə deyib ki, söhbətlər getmir. İndi bax burada üzr istəyirəm, sözünü kəsirəm, aidiyyatı olan yerə başa düşsün deyə deyəcəm. O mərdivan altı dedi ya. İndi burada mən sizə bir dənə indi bax burada şəkil göndərdim, ekranda çıxdı böyük ehtimal. Belə edit qabiliyyəti nətərdir? Misirdə məsələn mərdivan altı olan bir belə deyək. O türklərin deyimidir. Hə, bir nutrition yeri tutulubdur, nətər? O dediyimiz bayaqki firmalar var ya, Optimum Nutrition, Veyin, nə bilim, işte Ultimate'in olsun, olsun, Vader'in olsun. Bunların hamısının orada yeraltı üretimler var. C4'lər yox idi, pre-workoutlar falan. Onları özləri orada yalandan undan hazırlanmış tabletkalarla satışa çıxardılar. Mən buna görə bəri başdan deyirəm ki,
güvəndiyiniz insanlardan, güvəndiyiniz ünvanlardan qida və yaxud da qida əlavələrinizi alın. Necə ki biz məsələn gedib bir ət alanda öncəliklə onun halallığına baxırıqsa, onun kəsim qaydasına baxırıqsa, nə vaxt kəsildiyinə baxırıqsa, Qəssabın başında dursan desən o hissəsini damara atma, sümüyə atma. nətər ki məsələn aldığımız heyvanın qoca və yaxud da cavan olduğuna baxırıqsa, qardaş bu da qidadır, qida əlavəsidir. Yəni buna da biz nəzarət eləməliyik. Dərman gözündə baxmayın. Bu səni içən kimi şişirtmir. Yenə də yemək yeməlisən bunu içəndən sonra. Sənə kömək eləyir. Məsələn mən 160 qram qəbul eləməliyəm proteini. Mənim gücüm çatan ala bildiyim qidadan 70-80 qramdır. Məcburam 160 onsuz da qəbul edə bilmirəm. Bu ucuz dediyimiz bu proteinlərdən ki, keyfiyyəti yaxşı olanlardan deyil mövzu. Bir 20 qram da ondan alın. Mədəmdə az yer tutur. Sudur, həll olur, çıxır Lazım gedir. olan tərkibi ala bilirsən. Hə, Məsələ lazım budur. tərkibi ala bilirsən. Amma yeməyi yenə yeməlisən. O demək deyil, sən proteini bu bankanı almısan, tök iç, yemək yeməsən olar deyə bir şey yoxdur. Ona görə sən təbii ki, götür skopu 3 qaşıq tök iç. Lap yemək yemə. Sabahçı günü o inkişafı görməyəndən sonra o proteini günahlandırma, o firmanı günahlandırma ki, bunun təsiri mənə yoxdur. Var onun təsiri, sadəcə qida əlavəsidir bu. Yemək lazımdır. Bir də belə də bir şey Yemaq. var da, yemaq. Bir də belə də bir şey var da. İnsanlar fikirləşir ki, günü bu gün mən gedəcəm, misal üçün deyirəm, 120 manat, 40 manat verəcəm. Hə, V alacağam, kreatin alacağım, BCA, L-karnitin, CLA, multivitamini, D3, bunların hamısını mən bir ay istifadə edib ştuq kimi olacağam. Və yaxud da ki 200 kilo qaldıracam. Ha, belə bir şey yoxdur. Əgər elə bir şey varsa belə siz ondan şübhələnin ki, qardaş demək ki bunun tərkibində steroid tərkibli bir maddələr var ki, Sən yəni bu vəziyyətə gətirir. Qardaş, günü bu gün buna görə də məsələn indi görürük də hər bir zalda məsələn elə uşaqlar var. Baxırsan ki 2 ay 3 ay bundan qabaq, bu ayaq üstə dura bilmir, 5 kilo konteri götürə bilmir də əlinə. İndi gəlib 160 kilo ilə bench press edir. Plus pre-workout normalda hər idman qabağı içirlər ki, enerji gəlsin də. Pre-workout bir anlıq bəziləri elə bilir ki, bu sənə güc qüvvə verir. Yoxsa da sənin o bədənində olanı aktivləşdirməyə çalışır pre-workout. Çalışır ha. Aktivləşdirir də demək də olmur. Enerji fəaliyyətinin mübadiləsini artırır pre-workout. Yəni qara kofe içdin başqa, onu içdin başqa. Kafein, taurin kimi maddələr qəbul edirsən, qardaş, eyni şeydir. Yəni məsələn qaşınırsan, qızarırsan, ya yan etkiləri budur. Məsələn mən bayaqlarım dedim də ki, misal üçün qida olaraq qəbul edə bilsənsə, nə gözəl lazım olan maddələr. Amma eləyə bilmirsənsə, bax pre-workoutda deyildiyi kimi, sən əgər toz halında bir şey qəbul eləmək istəmirsənsə, zala gəlməmişdən yarım saat qabaq gedib götürürsən tünd qara kofeni. Onun da məsələn yaxşısı var, pisi var. Onu espresso olarsa daha yaxşı. Americano, filtre kahve belə şeylər də olur. Yəni kofein dərəcəsi yuxarı olan şeyləri, maddələri qəbul etdin, kofeni içdin, zaten sən lazım olan enerjini əldə etmiş olursan. Yəni bunları əldə edən mənlər üçündür bu pre-workout, whey-dir. Sən normal əgər gündəlik 400-500 qram ət məhsulu, dəxli yoxdur, balıq, toyuq və yaxud da ki, qırmızı ət. Yəni sən bunu qəbul edə bilsənsə heç whey içmə həmin gün. Lap olsun bankaların olsun arxandakı, evdə yığmısan da bankalar var içəsən. İçmə. Çünki lazımi protein əldə eləmisən. Sən 160 qram protein əldə lazım olan 160 qramı yemisən də o şey. Onu 260 yedik. 220 yeməyin adı var. Əlbəttə ki yox. Yəni artığı o israfa gedir, o oburluq deyək də şişirdən o zaten bədən lazım olmayan maddələri özündən atır və yaxud da yağa çevirir. İndi məncə suallarınıza cavab verə bildik, ancaq belə bir şey yenidən. Hə, ancaq siz özünüzə lazım olan hissələri keçmədən tamamilə qulaq asın. Lazım olan suallarınıza cavab verməyə çalışdığımıza inanıram. Ancaq yenə də nəsə bir sualınız varsa, rəy bölməsindən bizə bildirməyi unutmayın. Çəkinməyin, sıxılmayın. Biz də sizlər kimi birər belə deyək də dostunuzuq, yoldaşınızı, qardaşınızı, əminizi, dayınızı, yəni hara fırlayırsan fırla, bir vətənin, bir millətin övladlarıyıq. Bizə sual verməkdən çəkinməyin. Heç belə zalda da məni görənlər olur, suallar verənlər olur, sual verməyib utananlar olur. Çəkinməyin, sıxılmayın. Yəni biz bu gün əgər bu işi görürüksə, sözə bir şey də filan əmim oğlu, dayım dedi ki, o ziyan söhbətlər. Bu söhbəti gəlib eləmə. Onu özün araşdır, özün əmin ol. Hə, yəni bizə sual verməkdən çəkinməyin. Sadəcə biz olmayaq. Güvəndiyiniz insanlar da varsa, amma elminə güvəndiyiniz kiminsə 22-23 yaşı var, həyatında heç bir nailiyyəti yoxdur. Sadəcə YouTube-dan 2-3 videoya baxıb nəsə bilir və yaxud da müəyyən şeylər qəbul edib, idman edib, ha bu nəsə bilir demək deyil. Elminə güvəndiyiniz insanlara sual verməkdən çəkinməyin. İnternetdə də araşdırmağı unutmayın. Yəni məsələ burada
hər hansı bir firma deyil. Məsələ sizin sağlamlığınızdırsa, araşdırmaqda, suallarınıza cavab tapmaq da sizin üçün çox əhəmiyyətlidir. Və bir dənə də əlavə edeyim, öz üzərindən o videonun başında dediyim deney farəsi söhbəti. Ucuz firmalardan istifadə etmişəm və Ucuz yox, fiyat performans. Ucuz deyə bir şey yox ucuz deyək də bir məsələ ucuzdan gedir söhbət. Və bahalı deyilən firmalardan da istifadə etmişəm. Hər ikisini də istifadə etmişəm. Birini alan bir şəxsin istifadə eləmədiyi üçün götürüb içmişəm. Bahalı firmanın 160 manatlıqdan. O belə baxdım ki, eyni şey oldu. Yəni mənə fərqli bir təsir bəxş etmədi. Qardaş, tərkib eynidirsə Hə. zaten heç bir Amma fərqi yoxdur. dad cəhətdən razıyam. Yox. Dad cəhətdən biraz fərqi var. Ona görə dadlandırıcı dedim də. İndi bir də bir əlavə edeyim, kreatini deyək. Bahalısını da istifadə etmişəm. Hal-hazırda istifadə etdiyim də ki, Protein Ocean'dır. Mən bunun Run firmasında, yəni 3 dənə firmanın nağdı yerdən istifadə etmişəm. Kreatin cəhətdən. Üçünün də arasında fərqi hiss eləməmişəm. Eyni şeydir, düz deyirsən. Yəni tərkib eynidirsə qardaş, eynidir. Başqa bir şeydən danışa bilmərik. Kreatin Günü bu gün- monohidrat. Günü Hansı bu gün- tərkibində eyni? Günü bu gün gedib 2 manada da olan, 3 manada da olan, 5 manada da olan şokoladlar var. Hərəsinin arasında firma fərqi var elə. Yəni ola bilər ki, dadlarında müəyyən bir fərqli ola bilər. O da südü çox olur bilinsin, Hə, az olur. yəni bunun əgər kaloriyası eynidirsə, tərkibi, qramajı eynidirsə, geri qalan nəyəsə baxmağınıza ehtiyac yox. Daha demirəm, indi firmanın adını çəkmirəm. Hə. Heç nə. Ramazan çəkilişinə qoşulmağı unutmayın. Daim birlikdə, daim güclü, Allahın izni ilə. Bura. Güzel kamera arkasında.